Birinci xütbənin mövzusu Nəhcül Bəlağənin 150-ci hikmətli sözüdür. Həzrəti Mövla bir nəfərə nəsihət, moizə edərək təqribən 30 mənfi xislətdən çəkindiribdir. Vəziyyət bu cür buyurur. O kəslərdən olma ki, bu cürdülər. O kəslərdən olma ki, bu mənfi xislətlərə sahibdilər. Gəlib yetişmişik 12-ci mənfi xislətə. Həzrət buyurur ki, La təkun mimmən təqlibuhu nəfsuhu alə ma yəzun və la yəqlibuha alə ma yəstəyiqin. O kəslərdən olma ki, nəfsi onu dünya işlərində güman etdiyi şeylərə vadar edir. Amma axirət işlərindəsə yəqin etdiyi şeylərə etinasızdır. Nə deməkdir bu? Ümumi şəkildə iki məsələ var. Biri axirət, biri dünya. Dünya işləri, axirət işləri. Məsələn, mal, sərvət, məqam, şöhrət, dünya şəhvətlərin əldə etmək üçün yəqin bilmir, ehtimal verir, güman edir ki, məsələn, bu işlərdən, bu metodlardan istifadə etsəm, o dünya sərvətin, dünya məqamın, şəhvətləri əldə edə bilərəm. Nəfsi onu güman etdiyi şeylərə vadar edir dünya işində. Şəhvətlərin təmin olunmasında, cahı, məqam, sərvət əldə etməkdə, hətta güman etdiyi şeylərə nəfsi onu vadar edir ki, ged, bu işləri elə. Bilmir yəqin nəticə alacam, ha? Güman edir. Ola bilsin nəticə almaya. Ehtimal var ki, düzələ. Məsələn, bir adamdır, dünyəvi misallar gətirirəm. Bir sərvət əldə etmək üçün. Ehtimal verir ki, bu işdə xeyir ola bilər. Yəqin deyir, ehtimal verir. Güman edir ki, bu işdə sərvət əldə edə bilərəm. Nəfsi deyir ki, get. Şöhrət, məqam, vəzifədə ya şəhvətlərin təmin etmək üçün. Bir adamdır, haram yolla istəyir şəhvətlərin təmin eləsin və yaxud da ki, halal yolla. Ehtimal verdiyi, güman etdiyi yollardan belə nəfsi onu saxlamır. Yəqin bilmir ki, mən getsəm dəqiq orada şəhvətim təmin olacaq. Amma gedir. Həzrət buyurur ki, bu kəslərdən olma ki, dünya işlərində sərvət əldə etmək üçün, məqam əldə etmək üçün, dünya malı əldə etmək üçün, dünyada şəhvətlərin təmin etmək üçün, hətta güman etdiyi yollara belə nəfsi onu vadar eləyir. Amma gəlib yetişir axirət işlərinə, yəqin bildiyi məsələlərə etinasızlıq edir. Yəqin bilir ki, mən namaz qılsam xoşbəxt olacam. Yəqin bilir ki, məsələn, oruç tutsam, Allaha bəndə olsam, ilahi göstərişlərə riayət etsəm, xoşbəxt olacam, nəticə əldə eləyəcəm. Bunda qəti şübhə yoxdur ki. Bunda yəqini var. Amma ona etinasızlıq edir. Baxın, iki məsələ var. Dünya işlərində güman etdiyi məsələlərə nəfs onu vadar edir. Bilmir dəqiq nəticə olacaq ya yox. Amma axirət işlərindəsə yəqin bildiyi işlərin belə başını buraxır. Etinasızlıq edir. Görməməzlikdən gəlir. Diqqətsizlik edir. Həzrət buyurur, belə adamlardan olmuyoruz. Axirət işlərində Allah buyurur ki, iman gətir, düzgün əməllər et, sən xoşbəxt olacaqsan. Əqidin düz olsun, əməllərin düz olsun, xoşbəxt olacaqsan. Başqa işlər ki, səni bədbəxt eləyir, bədbəxt eləyən işlər hansı işlərdir? Günahlar, haramlar. Allah açıq-aşkar, yəqin şəkildə buyurubdur. Tarixi nümunələr var, bizdən qabaq ümmətlərin həyat tərzləri var, bəlalar nazil olubdur. Bunda şək şübhə yoxdur ki, güman eləyəsən, görəsən namaz qılsam yaxşı olacaq ya yox. Bu belə deyir ki, bu yəqindir. Görəsən Allahın dediklərini icra etsəm, mən xoşbəxt ola bilərəm ya yox. Bunda heç kəsin şübhəsi yoxdur ki.
İnsan fitrətən bunu qəbul edir ki, yəqinən bu cürdür, xoşbəxtçilik buradadır. Həzrət də buyurur, kəslərdən olma ki, dünya işlərində, hətta güman etdiyi məsələlərə nəfsi onu vadar edir. Amma axirət işlərində yəqin bildiyi məsələlərə etinasızlıq göstərir. Sonra buyurur ki, la təkum mimmən, artıq 13-cü xislətdir. Buyurur, o kəslərdən olma ki, yəxafu alə qeyrihi bi ədna min zənbih və yərcu li nəfsihi bi əksərə min əməlik. Bu çox müşahidə olunur. Bu 13-cü xislət əksər insanlarda var. O nədir? Həzrət buyurur, o kəslərdən olma ki, başqalarının az günahlarına qorxur. Başqaları günahlar eləyir. Bir halda ki, başqalarının günahları bunun elədiyi günahlardan çox azdır. Başqaları üçün qorxur. Amma öz etdiyi əməllər qarşılığında çox umacağı var. Çox şeylər gözləyir. Həzrət buyurur, belə adamlardan olmayız. Başqaları hansısa bir günahlar eləyir. Bu öz günahların unudubdur. Başqalarının o az günahları ki, bunun özündə o günahlardan daha çoxu var, o adamlar üçün qorxur. Gördün filanı neylədi? Bədbəxt oldu filan kəs. Adam da o işi görər, nə günahlar elədi. Amma müsbət mənada bir neçə əməl edibdir, intizarı böyüdür. Böyük mükafatlar gözləyir. Başqa ifadə ilə desək bu cürdür. Başqalarının günahları bunun gözündə böyük görsənir. Başqalarının günahların, əməllərin, mənfi işlərin çox böyük qəbahətli bir əməllər bilir. Amma öz günahların kiçik bilir. Başqası bir iş görübdür, pis iş. Böyüdür onu. Car çəkir, indi qeybəti var. İfşa eləyir, böyük bilir onun günahların, bir halda ki, öz günahları öz gözündə kiçikdir. Ürfüdə sözlər var, atalar məsələləri var, hədislərdən götürülübdür. Deyir, başqasının gözündə çox axtarır, öz gözündə, məsələn, görməməzlikdən gəlir, bu cür ifadələr var. Başqalarının günahların böyük bilir, amma öz günahlarından xəbəri yoxdur, öz günahların kiçik bilir. Deyir, mən nə etmişəm ki? Və kiçik əməllər nəticəsində böyük mükafatlar gözləyir. Xırda bir gözəl işi var, amma Allahdan böyük mükafatlar gözləyir. 2 rəkət namaz qılır, amma mükafatlar böyükdür. Əməlləri kiçikdir, az əməlləri var, ancaq Allahdan böyük mükafatlar gözləyir. Bu barədə çoxlu hədislər və xütbələr var ki, insan gərək özün əvvəl analiz edə, özün görə, öz günahların böyük saya, öz əməllərin kiçik bilə. Belə olan halda insan xoşbəxt olur. Amma əksəriyyət cəmiyyətdə müşahidə edirsiniz, Həzrət 1400 il bundan qabaq onu buyurubdur. Tarixən bu cür olub ki, insanlar özlərini görmürlər, başqalarının əməllərini analiz edirlər, başqalarının həyatına müdaxilə edirlər, başqalarının günahlarını böyük bilirlər, öz günahlarını kiçik bilirlər. Özləri də yaxşı iş gördükdə Allahdan böyük mükafatlar gözləyirlər. Bunun səbəbi nədir? Nə üçün insan bu cürdür? Yenə qayıdır imanın zəifliyinə. Deyir, insanın əqidəsi, imanı zəif olanda insan bu cür olur. Özün unudur, özünə qarşı həmişə müsbət fikirdə olur, başqalarının günahlarını böyüdür. Və fikir azğınlığı, düşüncə azğınlığı buna səbəbdir. Üçüncü səbəbsə şəhvətlərin qalib gəlməsidir. İnsana istəklər qalib gəlir. İnsan fitrəti ilə, ağlı ilə yaşamır, şəhvətlərə tabi olur. Şəhvətlər bunu idarə edir.
Bu üç səbəb bu nəticələri gətirib çıxardır. Ki, insan özünə vaxt ayırmır, başqalarının günahlarını düşünür, öz günahlarını görməməzlikdən gəlir. Allahın verilən öz izzət kərəminə bizlərə Həzrət Mövlanın buyurduğu şiələrdən qərar versin. Allah bizləri bu xislətlərdən uzaq eyləsin.